Üçüncü və yenə də əzəmətli bir hədis. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İnnallaha yarda lekum thalatha və yekrahu lekum thalatha." Allah azza və cəllə sizdə olmasından, bu üç şeydən razıdır və sizdə olan bu üç şeydən də xoşu gəlmir. Bu üç şeyi də sevmir. Fəyarda lekum en ta'buduhu və la tushriku bihi şey'a. Allah azza və cəllə sizin yalnız ona ibadət etməyinizi və ona heç bir şey şərik qoşmamağınızı sevir. Yəni bundan razıdır. Və en ta'tasimu bihablillahi cemi'an və la teferraku. Və Allahın ipindən hamılıqla yapışmanızdan və parçalanmamağınızdan razıdır. Və yekrahu lekum və bu şeylərin də sizdə olmağını sevmir. Qilə və qal, dedikodu və kəsrətəs sual, çoxlu sual vermək və ida'ətəl məl və malı zayi etmək. İsrafçılıq etmək, malı zayi etmək. Bu hədisdə əzəmətə baxın. Gör neçə dənə məsələni qeyd elədi burada. 6 dənə məsələ, düzdür? Üçünü sevir, üçünü isə sevmir. Üçündən razıdır, üçündən yox. Razı olduğu şeylərə baxın. Yalnız ona ibadət etmək, ona heç bir şey şərik qoşmamaq, Allahın ipindən yapışmaq, parçalanmamaq. Bunlar bir-birini gərəkdirən işlərdir. Yalnız Allaha ibadət etsən, keçən dəfə biz də deyək, tövhidi gerçəkləşdirsən, bu cəmaatı gərəkdirəcək. Tövhid birliyi gərəkdirir. Nə vaxt bu ümmət, ümumən Adəm oğlu, bəşəriyyət, nə vaxt parçalanma başladı onlarda? Şirk ortaya girəndə. Adəm aleyhisselamı yaratdı Allah azza və cəllə. Ondan sonra Nuh aleyhisselama qədər bütün bəşəriyyət tövhid və cəmaat üzərə idi. Bax, tövhid və cəmaat üzərə, birlik üzərə. Amma nə vaxt ki parçalanma başladı, şirk ortaya girəndə. Nuh aleyhisselamın qövmündə, onun övladlarından, nəvələrindən, onun zürriyyətindən şirkə bulaşanlar oldu və bu zaman nə baş verdi? Parçalanma. Deməli, cəmaat varsa tövhid var. Tövhid varsa cəmaat var. Amma ortaya şirk girdisə parçalanma olacaq. Və Allah azza və cəllə bunu sevir ki, yalnız ona ibadət edilsin, ona heç bir şeye şərik qoşulmasın. Yəni, cəmaat olunsun. Və sonra bax, yenə ardınca eyni şey gedir. Və ta'tasimu bihablillahi cemiyan. Allahın ipindən, Allahın dinindən hamılıqla möhkəm yapışmaq. Və bununla deyətimidir, və la təfərraku və parçalanmayın. Bax, hamısı bir-birinə bağlıdır. Parçalanmayın, cəmaat olun. Allahın ipindən birlikdə hamılıqla yapışın. Hamılıqla yapışsanız parçalanmayasınız. Allaha şərik qoşmayın. Allaha şərik qoşsanız parçalanırsınız. Və yalnız Allaha ibadət etsəniz parçalanmayasınız. Hansını istəyirsən götür get. Yalnız Allaha ibadət elə, əmin ol, əlhamdülillah, sən cəmaat üzrə olasın, parçalanmayasın. Və yaxud da ki, parçalanmadan uzaq dur, əlhamdülillah, tövhid üzrə olasın. Yəni, və Allahın dinindən hamılıqla yapışın, birgə yapışın, yenə cəmaat hasil olacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mənim ümmətim azğınlıq üzərinə birləşməz. Bunlar hamısı bir-birini gərəkdirən şeylər. Yaxşı, bəs buna gətirən o zərərli şeylər hansıdır? Yəni, bu deyir parçalanma, Allahın dinindən möhkəm yapış, Allaha şərik qoşma, yalnız Allaha ibadət et. Amma sonra deyir, üç şeyi də sevmir. Yəni, bunlar bir-birinə bağlı bir şeylərdir. Əksidir bir növ. Ən birincisi nədir? Qıylə və qal. Dedikodu. Dedikodu. Dedikodu bütün fitnələrin başıdır. Bütün fitnələrin, bütün firqələşmələrin, parçalanmaların, nifrətin ortaya çıxmasının, yəni ki, bir var, qalə Allah, qalə Rasul. Allah dedi, Rasul dedi, sahabələr belə əməl etdi. Elhamdülillah, bu haqdır. Bu dedikodu deyil. Nə qədər sizə öz aranda danış. Allah dedi, Rasul dedi, Quranda belə keçdi, sünnədə belə keçdi, sahabə belə dedi, Əbbakir belə dedi, Ömər belə dedi. Nə qədər sən danış. Bu haqdır, gözəldir. Bu səni ancaq birliyə aparar, tövhidə aparar, şirkdən uzaqlaşdırar, parçalanmadan uzaqlaşdırar. Amma nə zaman ki bunları bir qırağa qoydun, filan kəs belə dedi, filan kəs elə dedi, filan kəsin rəyi budur, filan kəsin fikri budur. Bu artıq dedikodudur. Çünki orada nə var? Ayə yoxdur, hədis yoxdur, haqq yoxdur. Ancaq kimlərin isə fikirləridir. Bu da dedikodudur. Allah azza və cəllə bunu sevmir. Niyə sevmir? Çünki bu dedikodu parçalanmaya gətirib çıxarır. Narazılıqlara gətirib çıxarır. Nəmmamlığa gətirib çıxarır.
əsassız fikirlərin ortaya çıxmağına gətirib çıxarır. Kimlərin isə yersiz yerə aşağılanmasına, gözdən salınmasına, kimlərin isə ucaldılmasına, şişirdilməsinə gətirib çıxarır. Çünki ortada haqq yoxdur. Ancaq dedikodudur, sözdür, quru sözlər. Və sonra da kəsrətə sual, çoxlu suallar vermək. Bu da yenə də həlak olan qövmlərin məsələlərindən biridir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm digər hədisdə buyurur ki, sizdən əvvəlki ümmətlərin həlak olma səbəbi çoxlu sual vermələri və peyğəmbərlərinə qarşı çıxmalarıdır. Çoxlu sual vermələr də odur ki, qardaşlar, burada elm öyrənmək üçün sual verməkdən götürmür söhbət. Elm öyrənmək üçün ver sual. Gözəl sual ver, elhamdülillah. Zikirlər haqqında soruş, ibadətlər haqqında soruş, tövhid haqqında soruş, şirkdən uzaqlaşmaq üçün şirkin növlərindən soruş və s. Amma kəsrətə sual deyəndə özünə aid olmayan suallardan gedir söhbət. Buna da həmişə alimlər Bənu İsraili misal çəkirlər. Allah Azze və Cəllə Bənu İsrailə Musa aleyhisselam vasitəsilə dedi ki, bir dənə inək kəsməyinizi Allah Azze və Cəllə əmr eləyir. Onlar başladılar suallar artırmağa. Necə inək olsun, hansı rəng olsun və s. Biz başladılar suallar verməyə. Və bu da onların işini nədir? Çətinləşdirir. Digər hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah sizə fərzlər əmr eləyib, onları yerinə yetirin, zayi etməyin. Allah sizə bəzi işləri qadağan eləyib, onları çeynəməyin. Və bəzi işlər haqqında da susub, unutqanlıqdan deyil, sizə rəhmət olaraq. Onları da deyir, qurdalamayın yəni. Onlar haqqında suallar verməyin. Yəni ki, əgər bir şey Quran-ı Kərimdə açıq aydın yoxsa, sünnədə açıq aydın yoxsa, sən də o haqda çox araşdırma. Sənə Quran və sünnədə olanlar kifayətdir. Yəni, cənnəti qazanmaq üçün bunlar kifayətdir. Ona görə sual verəndə də gözəl suallar vermək lazımdır. Səni Allaha yaxınlaşdıran suallar vermək lazımdır. İmanını artıran suallar vermək lazımdır. Yoxsa sənin imanını aşağı salacaq, kiməsə qarşı kin, nifrət yaradacaq və ya kimlərinsə arasını vuracaq, nəmmamlığa səbəb olacaq, dedikoduya səbəb olacaq suallar vermə, qardaş. Və sonunda da vəyda'ətəl məl, yəni malı Allahın sevib razı qaldığı yerdə deyil, onu zay edəcək yerlərdə xərcləmək. Məsələn, bunun ən açıq nümunəsi, yəni günahlara xərcləmək, itaətlərə yox. Və yaxud da ki, israfçılıq eləmək, lazımsız yerlərə və s. Bu da nədir? Malı zay etməkdir. Bu da elə belə şey deyil. Allah Azze və Cəllə neymət verirsə, birincisi qulun üzərində o neymətini görmək istəyir. Sənin üzərində görmək istəyir onu. Və Allahın yolunda onu xərcləməyi istəyir. Allah yolunda xərcləməyi istəyir. Hətta sən öz ailəvə belə xərcləsən, bu da Allah yolunda xərcləməkdir. Öz ailəvə, uşağıva, qohumva, əqrabva, qardaşlarva, haqq yolunda Allahın dininin yayılması üçün bu yolda xərclə, Allah Azze və Cəllə onun əvəzinə sən həm bu dünyada verəcək, əvəzinə cənnət verəcək. Amma Allah sənə verdiyi malı, Allahın verdiyi maldır da, görsən sən ondan soruşulursan. Deməli, sənə o sadəcə əmanət olaraq verilib. Sən onun tam sahibi deyilsən. Sən onu Allahın sevmədiyi yerlərdə xərcləsən, buna görə məsuliyyətin var. Allah Azze və Cəllə qiyamət günü buna görə sənin sorğu-suala çəkəcək. Ona görə idayətul məl nədir? Allahın qullarda sevmədiyi işlərdəndir. Bax, 3 dənə şey dedi. Üçüncüsü budur. Gör, nə qədər mühüm məsələdir. Allah Azze və Cəllə bizləri haqdan ayırmasın. Allah Azze və Cəllə bu sevdiyi işləri görüb, sevmədiyi işlərdən də uzaq durmağa müvəffəq eləsin. Sonra digər hədis, daha öncə də bu keçmişdir. Muaviyyə bin Əbu Sufyan radiyallahu anhuma deyir ki, Ələ innə Rasulullah sallallahu aleyhi və səlləm qamə finə. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm bizim içərimizdə durdu. Fəqal, dedi, Ələ innə mən qabləkum min əhlil kitab iftəraku alə 72 millə. Bilin ki, deyir, sizdən öncəki kitab əhli 72 firqəyə ayrıldı. Və innə hədihil ümmə sətəftəriqu alə 73. Bu ümmət isə həqiqətən 73 firqəyə ayrılacaq. 72 finnər. Bunlardandır, yəni 73-dən 72-si odda və vahidətun fil cənnə. Bir dənəsi isə deyir cənnətdədir. Və hiyəl cəmaə. O da deyir cəmaatdır. Uca Allahdan dilərəm ki, bizlərə eşitib faydalardan etsin. Uca Allahdan dilərəm bizləri həqiqətən o cəmaat ki var. Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi ki, 72-si oddadır, biri cənnətdədir, o da cəmaatdır.
Allah Azza və Cəllə həqiqətən bizi o cəmaatdan etsin. Və bizi o cəmaatın kimlər olduğunu, hansı etiqadda olduğunu, hansı əməllərin sahibi olduğunu öyrənməyi müvəffəq eləsin və ona gözəl bir şəkildə əməl eləməyi müvəffəq eləsin ki, biz də cənnətə girək qardaş. Vallahi bizim istədiyimiz odur. Vallahi başqa şey istəmirik. Bizim istədiyimiz odur ki, qardaş, biz bu Allahın göndərdiyi dinə, Allahın Rəsulunun öyrətdiyi bu dinə doğru düzgün bir şəkildə əməl eləyək ki, o cənnətə girək. Bu müvəqqəti dünyanı yola verək getsin. Allah Azza və Cəllə bizləri müvəffəq eləsin. Başqa istəyimiz yoxdur. Subhanəkə Allahumma və bihamdik. Əşhədü ən la ilahə illə ənt. Əstəğfiruke və etûbü ileyk.